Bakı şəhəri Nizami rayonu Şahin Mirzəyev küçəsində yerləşən Sherlock Music Pub İyaş obyektində insident baş verib. Gecə saat 00:30 radələrində restoranda bir qrup müştəri arasında dava-dalaş düşüb. Belə ki, sərxoş halda olan gənc qadın digər masada əyləşən şəxsi uca səslə söyməyə başlayıb, səs-küy salaraq obyektin fəaliyyətini pozub. Hadisə yerinə Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinin əməkdaşları gəlib. Lakin həmin qadın hərəkətlərinə davam edərək tabesizlik göstərməyə davam edib. Saxlanılaraq şöbəyə aparılan qadının Xaçmaz rayonu Xudaş şəhər sakini 1987-ci il təvəllüdlü şəxs olması müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun protokol tərtib edilərək Nizami rayon məhkəməsinə göndərilib. Məhkəmədə ifadə verən 38 yaşlı qadın yan masada olan kişinin onun hesabını ödəmək istəməsinə görə əsəbiləşdiyini deyib. Həmin vaxt Sherlock restoranında bir müddət istirahət etmişdim. Yeyib-içib, spirtli içki qəbul etmişdim. Daha sonra isə hesab üstündə dava düşdü. Belə ki, mənim hesabımı yan masada əyləşən tanımadığım şəxs ödəmək istəyirdi. Mən isə bununla razılaşmadım. Nəticədə mübahisə yarandı. Sonra polis əməkdaşları şöbəyə gətirdi, törətdiyim əməldən peşmanam. Qeyd edək ki, Nizami rayon məhkəməsinin qərarı ilə həmin şəxs 5 sutkalıq inzibati həbs edilib və o müvəqqəti saxlanma yerinə yerləşdirilib.